Salam aleyküm şeyh. Və aleykum salam və bərəkətuh. Son günlərdə aktual olan bir sual var ki, həcdə kəsilən qurbanların əti hara gedir? Elhamdülillah. Hara lazımdır ora. Deməli, yığılır o ətlər. İndi bilirsiniz, bunu tənzimləyirlər. Necə? Məsələn, həccə gedən, qurban kəsən adam heç o kəsilən yerə gedmir əslən. Yəni, istəsə düzdür, gedə bilər, amma gedmir. Çekdir, pulunu ödəyir, çek alır, ona adından o gün kəsilir. Kəsilmək üçün də təmiz yerlərdir, kəsilir. Sonra həcdən sonra o ətlər göndərilir. Göndərilir kasıb ölkələrə. Göndərilir. O əvvəl idi məsələn. Yenə taxsir cəmaatın özündə idi. Yəni, kəsib aparmırdı. Kəsirdi, atırdı, heyvanı gedirdi. Təbii ki, orada da isti ölkələrdir. İsti ölkədir, ümumiyyətlə. Və orada xəstəlik yayılır və s. Onun qabağını almaq üçün onları bastırırdılar. Amma indi problem yoxdur axı. Hətta Azərbaycana da o bəzən göndərilir o ətlərdən. Qurban payı Məkkədə. Elhamdülillah, belə bir natəmizliyi, belə bir şey yoxdur. O hamısı tənzimlənib, elhamdülillah. Onlar hamısı kasıb ölkələrə gedir. Kasıb müsəlmanlara paylanır.